Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Ağstafa rayonunun Köçvəlili kəndində yeni içməli su layihəsi icra olunub. Həmçinin Azərbaycanda ilk dəfə olaraq qabaqcıl su idarə etmə və su ölçmə texnologiyası da Ağstafada quraşdırılaraq istifadəyə verilib. Bununla əlaqədar keçirilən açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, yerli icma hakimiyyətinin nümayəndələri, layihə tərəfdaşları və kənd sakinləri iştirak ediblər. Layihə çərçivəsində Köçvəlili kəndində mövcud su təchizatı sistemi genişləndirilib, yeni su xəttləri çəkilib və abonentlər su sayğacıları ilə təmin olunublar. Ağstafa rayonunun Köçvəlili kəndində əhalisi 1349 nəfər olan həmin kəndə ümumilikdə 2025-ci ildən başlayaraq su təsisatı layihəsinə start verilmişdir. Hal-hazırda həmin layihənin ümumilikdə əhalinin xidmətinə verilmişdir. Ümumilikdə kənd ərazisində 296 ədəd fərdi yaşayış evinə su sahələri quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir. Kənd sakinləri içməli su layihəsinin icrasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Əvvəl bu kəndin çox vəziyyəti su içməli sudan çox əziyyət çəkirdi. Demək, gəz pulunla alırdıq suyu, yerdən çıxmaq o quyulardan içirdik, qazma suyundan. İndi bugün dövlətimizdən çox razıyıq. Lazım olan içməli suyu bizim el üçün çəkdi və eyni zamanda qapı-qapı, hər bir qapıda bu dəqiqə içməli su üçün krant qoyulub, indi sərbəst aparıb öz evində içməli su ilə içərik. Ona görə bütün əməyi olan bütün insanlara minnətdarımızı bildiririk, təşəkkür edirik. Bütün elinizin o bandının adından. Yəni maşın gətirirdi Stanspoildan, Böyükəsizdən, Artizan quyusundan su gəlirdi. Onun da 200 litrik poçka 8 manatdır. O da su 5 gün duran kimi içində iyi verir, tad verir. Biz məcbur idik, elə bil həftədə 2 dəfə su almalısın. İndi sağ olsun, devlətimiz, prezidentimiz, quyumuz var, suyumuz qapıya gəlir, təminat ürəyin istəyəndir. Sağ olsun, bir də minnətdarıyıq. Kəndimiz, elimiz, obamız adından. Daha sonra Ağstafanın Həsənsu kəndi ərazisində Rubicon Water şirkətinin qabaqcıl su idarə etmə və su ölçmə texnologiyasının istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində tətbiq olunan sistem 668 hektar ərazini əhatə edir və bir neçə kəndin su təminatına xidmət göstərir. Quraşdırılan cihaz ultrasonik texnologiya əsasında suyun həcmini real vaxt rejimində ölçərək məlumatları rəqəmsal sistemə ötürür. Bu isə su bölgəsində şəffaflığın artırılmasına, su üçotunun dəqiq aparılmasına və su ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Qeyd edək ki, Rubicon Water suvarma və su idarə etmə texnologiyaları sahəsində ixtisaslaşmış şirkətdir. Tətbiq olunan sistem vasitəsilə kanallara 24/7 rejimində nəzarət edilir və operativ bildirişlər təqdim olunur.